Deməli, DİM test toplusunun 15-ci sınavın izahına baxaq. Şəkildəki hansı heyvanlar şimal yarımkürəsinin orta en dairəsində il boyu aktiv olurlar? Mən bilirəm ki, istiqanlı heyvanlar aktiv olur. Ona görə quşlar və məməliləri götürməliyəm normalda. 3, 4, 6. Amma yarasalar qış yuxusuna getdiyinə görə, ona görə yarasanı götürmürəm. Bu da dərsliyimizdə var müəllimlər. Yazılıb ki, yarasalar qış yuxusuna gedir. Ona görə də cavab burada götürürəm 4 və 6-nı. A variantı. İnsanda həm toxumluğun, həm də yumurtalığın yetişmə zonasına eyni sayda ilkin cinsiyyət hüceyrəsi daxil olub. Əgər bu prosesin sonunda əmələ gələn yönəldici cisimciklərdə cəmi 207 xromosom varsa, onda cəmi neçə spermatozoid əmələ gəlir? Nəsə, biraz uzun göründü, amma mən həll eləyəcəm, görəcəksiniz rahatdır. Baxaq. Mikrofonu bağlayın. Deməli, nədən çıxırıq yola? İlkin cinsiyyət hüceyrəsi daxil olub, yönəlci cisimciklərdəki 207 xromosom var və insan deyir. Yönəlci cisim birində 23 xromosom var müəllimlər. Mən nə edəcəm? 207-ni böləcəm 23-ə. 207-ni böləcəm 23-ə, tapacam. Dəqiqə, görək neçə olur. 207-ni 23-ə. 9. 9 yönəlci cisim var əlimizdə. Mən də bilirəm ki, bir hüceyrə yetişmə zonasına daxil olanda 3 yönəlci cisim alınır. 9 yönəlci cisim alınır 3 hüceyrə yetişmə zonasına daxil olanda. İndi mənə deyir ki, toxumluğun, yumurtalığın yetişmə zonasına eyni sayda hüceyrə daxil olub. Deməli, 3 hüceyrə yetişmə zonasına daxil olmuşdursa, 3 də toxumluğun yetişmə zonasına daxil olub. Və mən də bilirəm ki, toxumluqda 3 hüceyrə daxil olanda, yəni bir hüceyrə daxil olanda 4 hüceyrə alınır. Hamısı da gametə çevrilir. 3 hüceyrə yetişmə zonasına daxil olanda da 12 hüceyrə alınır. 12-si də spermatozoidə çevrilir. Ona görə cavab 12 olacaq müəllimlər. Belə. Sonra insanın hansı orqanında qanın axma istiqaməti arteriya, kapillər arteriya, hansında isə vena, kapillər vena. Bunu da belə xatırlayaq. Müəllimlər, niyə görə? Arteriya, kapillər arteriya, vena, kapillər vena. Mən sizə izahda demişdim ki, normalda orqanlarımıza arteriya, kapillər, vena ardıcıllığında damar ardıcıllığı budur. Yəni, ürəyimdən çıxır arteriya damarı, getdi orqanlara, kapillərdə qazlar maddə mübadiləsi getdi, vena damarı ilə ürəyimə qayıdır. Amma bircə həzm sistemi olan qaraciyərdə vena, kapillər, vena ardıcıllığıdır. Böyrəkdə isə arteriya, kapillər, arteriya ardıcıllığı. Bunu unudanlar üçün bir də izah edirəm. Məsələn, bu mənim bağırsağımdır. Bağırsağımda qida maddələri həzm oluna gedir. Həzm olunandan sonra bağırsağımdan vena damarı da çıxır da, getməlidir ürəyə. Bağırsağıma da ürəyimdən arteriya damarı daxil olub. Həzm olmuş qida qalıqları keçir vena damarına. İndi bu ürəyə getməlidir axı. Ürəyə getmir. Gəlir qaraciyərdə, qaraciyər qapı venası ilə gəlir qaraciyərdə. Glukoza glikogenə çevrilir. Həm də qida maddələri 95% zərərsizləşir. Yenidən qaraciyərdən vena damarı ilə çıxır bu qan. Vena damarı ilə çıxır, gedəcək hara? Ürəyə. Yəni, qaraciyərdə hansı ardıcıllıq oldu? Bağırsaqdan gələn vena, kapillərdə burada
zərərsizləşdi ya da qlukoza glikogenə çevrildi. Vena damarı ilə də çıxdı, getdi ürəyə. Həm də bir dənə də bunu da xatırladım ki, ürəkdən də arteriya damarı qaraciyərə daxil olur. Yəni qaraciyərdə iki damar ardıcıllığı var. Arteriya kapillər vena, vena kapillər vena. İndi gedək böyrəyə. Böyrəkdə niyə görə arteriya kapillər arteriyadır? Böyrəkdə belə bir kapsul var. Belə burada qıvrım kanallar var. Nefronun kapsulunu çəkdim mənlər. Deməli, bu böyrəkdir, tutaq ki, böyrəyə arteriya damarı ürəkdən gəlir. Arteriya damarı gəlir, daxil olur nefronun kapsulun içərisinə. Burada kapillər şəbəkəsi yaradır, yəni qətirici arteriya. Burada süzülür qan, iksilik əmələ gəlir. İksilik əmələ gələndən sonra kapsulun içərisindən çıxarıcı arteriya çıxır. Bax, ona görə arteriya, kapillər, arteriya ardıcıllığı da böyrəkdə olur müəllimlər deyəcəksiniz. Həm də böyrəkdə də qazlar mübadiləsi getdi filan beşməkan, böyrəkdən də vena damarı çıxacaq. Yəni arteriya, kapillər, vena. Yəni normal ardıcıllıq belə olacaq. Ona görə də sualı unutdum. Arteriya, kapillər, arteriya böyrəkdə, vena, kapillər, vena qaraciyərdə 3-də cavab D variantı olur. 4-də baxaq. Bakteriya hüceyrəsində B maddəsinin sintezinin sxemi verilib. Hansısa bir B maddəsi sintez olunub. A genində mutasiya baş verib. Öz funksiyasını itirib. Mutasiyadan sonraki vəziyyət üçün hansı ifadə doğrudur? Yazır ki, B maddəsinin sintezi dərhal dayanar. B maddəsinin sintezi dayanmaz da, yəni A geni şəklini dəyişib, A fermenti var hələ. Buna görə B maddəsinin sintezi dayanmayacaq hələ. A fermentinin sintezi bir müddət davam edər. A fermentinin sintezi, yəni davam etməz normalda. Yəni bir müddət davam edər deyir. Əslində yəni A fermenti olmayacaq, başqa bir ferment olacaq. Çünki gen mutasiyaya uğrayıb. B maddəsinin sintezi bir müddət davam edər. Bəli, B maddəsinin sintezi bir müddət davam edəcək, sonra başqa bir maddə sintez olunacaq. Proseslərin gedişi uzun müddət heç bir dəyişiklik olmayacaq. Niyə də olmasın? Mutasiya baş verib. A maddəsinin sintezi dərhal dayanar. A maddəsinin sintezi dayanmayacaq. A maddəsi başqa şeydir. Yəni burada düzgün cavab oldu 4-də C variantı. 5-ə baxaq. Nə uzundur? Cədvəldə müxtəlif canlı aləminin nümayəndələri hüceyrələrdə hüceyrə strukturunu olub-olmaması göstərir. Bu strukturları müəyyən edin. Bakteriyada müəllimlər 1 var, 2 yoxdur, 3 var, 4 var. İndi baxaq görək 1 varsa bakteriyada bu 100% nədir? Ribosom götürmək istirdim. Baxıram ki, ribosom yoxdur burada. Xlorofil olsun qoy. Xlorofil ya da hüceyrə divarı da ola bilər. Hüceyrə divarı. Bəli, hüceyrə divarı da olar. Hə, baxıram ki, var. Göbələkdə var 1. Deməli hüceyrə divarıdır 100%. Amma bunların heç biri yoxdur göbələkdə. Bitkidə də var 1. Hüceyrə divarıdır, bu 100% tapdıq. 2 pilus qoyub, deməli xromatofor qoy olsun bitkidə, yəni yosundursa xromatofor olsun. Heyvanda da ki 2 var yalnız, 4 var. Heyvanda 2 varsa 2 olsun, xromatofor olsun, yaşıl evglyanada var. 4 də varsa xlorofil var. 4 deməli bitkidə də var xlorofildir, bakteriyada var xlorofildir. Bəli, Y variantı oldu məndə 5-də. 6-ya baxaq. Hansı proses maral populyasiyasında növbəti nəsildə genofondun dəyişməsinə səbəb olmaz? Genofondu dəyişməz. Yəni burada baxıram təbii seçmə, süni seçmə, kombinativ ziqotda baş verən mutasiya, bunlar genofondu dəyişən proseslərdir. Somatik mutasiya bilirsiniz nədir? Məsələn, tutaq ki, deyirik, ağac gövdəsində bir somatik mutasiyaya gedib. Bu necə olar ki, növbəti nəslə keçər? Vegetativ çoxaltma yolu ilə. Yəni somatik mutasiya genofondu nə vaxt dəyişər? Vegetativ yolla çoxalanda. Burada da heyvandan söhbət getdiyinə görə heyvanlarda vegetativ çoxalma olmayacaq. Ona görə burada somatik mutasiyanı götürürük. Somatik mutasiya, yəni bədəndə baş verən mutasiya genofondu dəyişməz.
Sonra 7-yə baxaq. Soğanağın rəqəmlə göstərmiş hansı hissəsinin inkişafı yan zoğların əmələ gəlməsinə səbəb olar? Bu 5 təpə tumurcuğudur. Burada yan zoğ əmələ gəlməz. 3 gövdədir, dibicikdir. Burada da getməz. 1 qabıqdır. 2 ətli yarpaqlardır. Baxın 6 yan tumurcuqlardır. Burada yan zoğlar əmələ gələcək 6-da. Cavab Y variantı 7-də olur. Soğanda 2 cür orqan şəkil dəyişməsi var. Həm yarpaq, həm gövdə. Yarpaq həm quru pulcuqlara çevrilir, həm də ətli pulcuqlara çevrilir, həm də gövdə dibiciyə çevrilir. Bir liyan bilyadı olan qamçıların sayı qədər. Bu liyan bilyadı nə bəladırsa həmişə testlərə düşür. Qamçıların sayı qədər nüvə dizenteriya amöbünün xarici mühitdə olan neçə sistasında. Dizenteriya amöbdə həmişə düşür testlərə. Bir liyan bilyada 4 cüt qamçı var, 8. Bir də burada da xatırlatma edeyim. Liyan bilyad insanda qaraciyər, nazi bağırsaq və öddə parazitlik edir. Mənimlə bunu yadınızda saxlayın. Dizenteriya amöbü də sistasının içərisində 4 nüvə var. Bax, burada 8 qamçı olan sayı qədər nüvə, yəni 8 nüvə 2 dizenteriya sistasında olar. Cavab burada B variantıdır. Amma sizə desə ki, sistasından xaric olan, sistanın içərisində 4 nüvə var, amma sistadan xaric olanda hər bir nüvə 2 yerə bölünür və 8 amöb xaric olur. Onu da burada xatırlayaq. Yəni, burada sistasında dediyinə görə 2 sista götürürük. Yəni, 1 sista 4 nüvəlidir, ona görə. Bitkinin fotosintezi həyata keçirən hüceyrəsi üçün olsun, hər hansı bir hüceyrədir, fotosintezi həyata keçir, hansı ifadələr doğrudur? Örtük toxumasında fotosintez gedə bilərmi? Gedə bilər, qapayıcı hüceyrəsində ola bilər. Yəni, qapayıcı hüceyrəsində fotosintez gedir örtük toxumasında. Mexaniki toxuma olmasın qoy, mexaniki toxumada fotosintez getməz. Tərkibində mütləq maqnezium daşıyan maddə, mənimlə xlorofil pigmentinin içərisində, yəni xlorofil pigmentinə maqnezium daxil elədir. 9-cu sinifin əvvəlində var bu məlumat. Tərkibində mütləq sink daşıyan zulal olmalıdır. Yox, belə bir şey yoxdur. Bu ölü hüceyra ola bilər. Ölü hüceyrədə fotosintez getməz. Daxili maye mühiti matrix adlanan orqanoidi olur. Yəni deyir mitoxondrisi olur. Olur. Niyə olmasın ki? Bəli, 1, 3, 6 olacaq. Yəni mitoxondri bitkinin canlı hüceyrələrində olar. Məməlilərin quşlardan nə ilə fərqlənir? Məməliləri quşlardan fərqlənir. 4 kameralı ürəyi ilə fərqlənmir. İstiqanlıq ikisində də var. Ağciyər alveollarını götürməyib burada. Burada götürüb sidik hissəsinin olmasını. Yəni məməlilərdə sidik hissəsi var, quşlarda yoxdur. Beyin qabığı da ikisində də var deyir. Ağciyər alveolunu da deyir, ikisində də var. Əslində quşlarda ağciyər alveolu yoxdur. Yəni quşlarda ağciyər alveolu, amma burada götürməyib, sağ olsunlar. Burada bir dənə sidik hissəsini götürməyib. Yəni normalda burada 2 cavab var, amma biz Y variantını götürürük. Qədim orqanizmdə beynin həcminin azalması. Neandertalın beyni 1400 olmalıdır. Kramanyonda 1600 olmalıdır. Australopitek, pitekantrop. Australopitekdə 900 olmalıdır. Pitekantropda 1100'dür. Yox, Australopitekdə 600'dür. Beyin həcmi. Pitekantropda da 900-1100 olmalıdır. Səhv eləmirəm. Yox, səhv eləmirəm məncə. Bunu neyinirik? Azalması ardıcıllığı ilə. Australopitekdə 650'dir. Düz dedim, hə? 9-cu sinif səhifə 116. Pitekantropda 900-1100'dür. İndi azalması dediyinə görə 3, 1, 4, 2. B variantı oldu. İnsan skeletində körpücük sümükləri döş sümüyünə birləşməsəydi, yəni birləşir də, onda döş sümüyü bilavasitə hansı sümüklərlə birləşmə əmələ gətirərdi? Bəli, döş sümüyünə 24 qabırğadan, yəni 12 cüt qabırğadan 7 cütü birləşir və 2 də körpücük sümüyü birləşir. 7, 8, 9, 10, hə. Və deyir ki, döş sümüyünə hansı sümüklərlə birləşərdi? Yəni əksər qabırğa götürək burada. Bəli, əksər qabırğa, yəni çox qabırğa. 7. 5 cütü amma birləşmir. 13'ə baxaq. 13'ə baxaq. Birinci quruluşa malik olan 4 bir zəncirli zulal
haqqında məlumat verilib. K el zülalı eyni sayda eyni növ amil turşudan təşkil olunub. K el zülalı 2 dənə zülaldır. Eyni sayda eyni növ amil turşudan təşkil olunub. El M zülalları eyni sayda müxtəlif növ amil turşu. Yəni belə çıxır ki, M bunlardan K-dan fərqlənir. Eldən də fərqlənir. Amma M eyni sayda, yəni K, L, M eyni saydadır. Amma M-də müxtəlif növ amil turşudur. M və N zülalları eyni sayda, yəni M-də, N-də, K-da, L-də hamısı da eyni sayda olacaq. Eyni növ amil turşudan təşkil olunur. M-lə N eyni növdür, K-la da eyni növdür. Bu məlumatlar arasında hansı ifadə doğru deyil? Deyir ki, L və N zülalları radikalların sayı fərqlidir. Radikalların sayı fərqli deyil. Fərqli deyil dedi, axı eyni saydadır. Bax, səhv cavab budur. Çünki mən dedim ki, hamısında eyni sayda. Ona görə L, N-də radikallar sayı fərqli deyil, eynidir. O birlər doğrudur. K, M zülallarının peptid rabitənin sayı eynidir. Bəli, çünki hamısında eyni sayda amil turşu var. K, L zülalları eyni kimyəvi elementlə qurulmuşlar. K, L eyni kimyəvi elementdən qurulub. Çünki deyir, eyni növ amil turşudan təşkil olunur, düzdür. M, N zülalların kütləsi eyni olar, çünki eyni saydadır. K, N zülalların kimyəvi elementi fərqli ola bilər. K ilə N kimyəvi elementi fərqli olar. Bəli, çünki sayı eynidir, amma müxtəlif növ amil turşudur. Bəli. Səhv cavab, yəni düzgün cavab burada doğru deyildir, A variantı. 14-ə baxaq. Bitki, alt dərici, üst dərici nədir? 3 bitki növünün alt və üst dəricinin 1 kvadrat millimetr sayəsində ağızcıqları sayı verilib. K-da alt dəricidə 20 ağızcıq var. Deməli, Y bitkisində altda 40 ağızcıq var, üstdə 30 ağızcıq var. Z-də də üstdə ağızcıq var. Nə deyir burada? Cədvələ sizə hansı ifadələr doğrudur? Doğruduru tapırıq. Mən ardın burada görmürəm, ona görə öz testimdən baxacağım. Bunu kiçilsəm. Yox, yenə görünmür. Hə, belə baxaq. Ən çox su buxarlandıran Z bitkisidir. Bir dəqiqə, mən 15-ə baxıram da. Hə. Ən çox su buxarlandıran Z bitkisidir deyir. Z bitkisi deyil ən çox. Çünki Z bitkisinin üst dəriciyində var 50. Ən çox su buxarlanan Y olar da yəqin ki. Sonra baxaq, ən az su buxarlandıran X-dır. X-da bəli, az ağızcıq var. Ən az o buxarlandırar. 2 düzdür. Deyir ki, Z bitkisi suda yaşaya bilir. Z bitkisi suda yaşaya bilir, çünki alt tərəfi suya dəyir, üst dəriciyindədir ağızcıq. Bəli, su bitkiləri də elədir. Y bitkisi quraqlığa davamlıdır. Y hansı idi? Quraqlığa davamlı deyil. Məsələn, kələm desək, quraqlığa davamlı deyil kələm. Sonra 6-ya baxaq. 5-ə baxırıq, hə. Y bitkisi süsən ola bilər. Bəli, mən dedim ki, kələm və süsəndə iki tərəfdə də ağızcıq var. Süsən ola bilər, düzdür. 5 düzdür. X bitkisi Viktoriya ola bilər. Viktoriya suzanbağının üstündədir ağızcıq. X ola bilməz. Düzgün cavab 2, 3, 5 D variantı oldu. Sonra 15-ə baxaq. Seçenova görə baş beyin reflekslərin mərhələləri refleks göstərən şəkildəki hansı hissələrinə uyğun gəlmir? Seçenovun yolu nə idi? Reseptor, qısaca deyəcəm, amma müəllimlər, kitabda belə deyil. Reseptor, mərkəz, işçi orqan, Seçenovun yoludur. Hansı hissələrinə uyğun gəlmir? 2-yə 4-ə uyğun gəlmir. Yəni 2, 4 yoxdur Seçenovda. 16. Uyğunluğu müəyyən edir. İnsanda orta qulaq, daxili qulaq. Baxaq, 16-da reseptorlar burada yerləşir. Reseptorlar daxili qulaqda yerləşir, ilbizdə. Ha, getdik ki, boşluğunda hava var, orta qulağın boşluğunda hava var. Qulaq kirvəzləri burada yerləşir. Qulaq kirvəzləri, burada nə ortadadır, nə daxildədir, xarici qulaqda yerləşməlidir, qulaq
kirvəzləri. Götürmürük onu. Yevstahı burada yerləşir. Yevstahı daxili qulaqdadır, orta qulaqdadır. Ay üzrlü sayın. Orta qulaqdadır Yevstahı borusu, yəni eşitmə borusu. Müvazinətə xidmət edir. Oval dairəvi kiçəcik 3,5 dairəvi kanal daxili qulaqdadır müəllimlər. Deməli A, Y getdi daxili qulağa 2-yə. Orta qulağa da getdi B, D. Boşluğunda hava var və Yevstahı borusu. Ananın qan qrupu heterozigot 3. Onun övladı heterozigot 2. Atanın qan qrupu mümkün ola, mümkün olmaya. Bunu mən şifahi deyəcəm. Ananın qan qrupu heterozigot 3, yəni böyük A, kiçik A. Ay, üzrlü sayın. B0. Ananın qan qrupu heterozigot 3, yəni B0. Övladı isə heterozigot 2, yəni A0. Atanın qan qrupu hansı olar və hansı olmaz? Atanın qan qrupu, bax, ana B0'dır, uşaq da A0'dır. Onda atada elə bir qan qrupu olmalıdır ki, baxın, B variantına baxın, AA. AA olanda ana da B0'dırsa, A'dan A0 düzəlir uşaq. Yəni anadan 0'ı alır, atadan A'nı alır, uşaq A0 olur. İstəyirsiniz yazın bunu. Belə siz testə baxın oradan, mən yazım. Deməli ananın qan qrupu bax B0'dır. B0. Çünki deyir 3-cü qrup heterozigot. Övladı isə A0'dır. Ata deyir hansı olar? Ata olar AA. Bax, ata AA olanda atadan A, anadan da 0 gəlir. Bax, uşaq olacaq A0. Sonra ata olar A0. Yenə atadan A, anadan da 0 gəlir, A0 düzəlir. Ata AB də olar. AB. Yenə atadan A, uşaqda, anadan da 0, A0 düzəlir. Amma ata B olanda, B. A0 düzəlmir. Sonra ata B0 olanda yenə A0 düzəlmir. Ata 0 olanda da A0 düzəlmir. Ona görə də 17-də cavab olur B variantı. 18-ə baxaq. Xlamidamanadanın qeyri-cinsi çoxalması zamanı. Aha, burada da mən sizə belə bir xatırlatma eləyim. Xlamidamanada qeyri-cinsi çoxalanda minimum 4, maksimum 8 hüceyrə əmələ gəlir. Xlamidamanadadır. 4, 8. Sapşəkilli ulotrix qeyri-cinsi çoxalanda minimum 2 da maksimumu özü verir. İndi xlamidamanadanın qeyri-cinsi çoxalması zamanı maksimum sayda zoospor əmələ gəlibsə, yəni 8 zoospor əmələ gəlibsə, onda bu prosesdə cəmi neçə mitoz bölünmə baş verib? Baxın, 8, bunu bir dəfə eləmişik, səhv eləmirsiniz. Cəmi neçə mitoz bölünmə? Neçə dəfə desəydi, bax, 1 hüceyrə bölündü, 1 mitoz oldu, 2 hüceyrə. 2 hüceyrə bölündü, 2, 3 mitoz oldu, 4 hüceyrəyə. 2, bax, 1 mitoz, 2 mitoz, 3 mitoz, 4, 5, 6, 7 mitoz. 7 mitoz getdi, 8 hüceyrə yaranacaq. 1 hüceyrə, 2, 3, 4, 5, 6, 7, 8. Dəfə desəydi, neçə dəfə mitoz bölünmə gedir? Deyəcəkdik ki, 1 mitoz getdi, 2 hüceyrə. 2 mitoz getdi, 4 hüceyrə. 3 mitoz da getdi, 8 hüceyrə. Yəni 3 mitoz götürəcəkdik. Ancaq burada deyir, cəmi neçə mitoz bölünmə baş verir? 7 mitoz bölünmə baş verir. 18-də cavab deyil. Bunda xüsusi yadınızda saxlayın. Sxemdə oxlarla göstərilmiş proseslərdə hansı energetik mübadilənin 1, hansı 2, hansı 3-cü mərhələsinə aiddir? Energetik mübadilə 3 mərhələdən ibarətdir. Birincisi hazırlıqdır, ikincisi glikoliz və ya oksigensiz, üçüncüsü hidroliz və ya oksigenli. Baxın, glikogen glikozaya həzm kanalında. Bunu da xatırladım ki, müəllimlər, energetik mübadilənin birinci mərhələsi hazırlıq mərhələsi həzm sistemində gedir. Mürəkkəb maddələr sadə birləşmələrə parçalanır. Sonra glikoza süd turşusuna parçalanır ikinci mərhələdə, oksigensiz mərhələdə. Üçüncü mərhələdə oksigenli mərhələdir. Sonunda karbon qazı və
Suya gedər, parçalanma gedir. 19-da cavab C variantı oldu. 20-yə baxaq. Əzələ növü fəaliyyəti sinir tənzimləyən sinir sistemi. Enna zolaqlı, müəllimlər, enna zolaqlını bu nədir? Birinci bu cədvəli başa düşün mən. Enna zolaqlı bir hüceyrədə nüvə sayı. Fəaliyyətini tənzimləyən sinir sistemi. Hə, fəaliyyəti enna zolaqlıdır. Bir hüceyrədə nüvə sayı çoxdur, bilirəm. Amma deyir, fəaliyyətiniz tənzimləyir vegetativ. Onda bu X, ürəkdir. Ya A olacaq, ya Y. Sonra enna zolaqlı deyil. Bir hüceyrədə nüvə sayı 1-dir. Və vegetativdir. Bu olsun sayadır. Sayadır. Hə, sayadır. Y saya. Bu da enna zolaqlıdır. Bir hüceyrədə nüvə sayı çoxdur. Somatiklə tənzimlənir. Bu da skelet əzələsidir. Yəni özü idarə edə bilirəm. 20-də düzgün cavab A variantı oldu. 21-ə baxaq. Şeh çiçəyi bitkisi həşəratı tutur. Baş verən prosesdə ardıcıllığı. Şeh çiçəyi bitkisi həşəratı tutursa heterotrof qidalanır. Əldə olan zülal peptid rabitələri qırılır. Sonra amin turşuları soğurulması prosesi gedir. Yəni heterotrof qidalanmanı sayırıq da burada. Yeni zülal biyosintezi zamanı su molekulu ayrılır. 2, 1, 3. 21-də B variantı olur. Yəni normal heterotrof qidalanmanı sayır. Çox qəribə sualdır. Eleven diaqramına uyğun bədləri palıd, nuxud. Çox illikdir. Bu olsun palıd. Elədir. 1 getdi 1-ə. 1 getdi 1-ə. Yarpaqda yarpaq ayısının sayı çoxdur. Noxud. Noxudda cüt lələk var idi. Düzdür? Yarpağı tor şəkillidir. İkisində də, hə mənlər, ikisində də 3 getdi 3-ə. Sonra sadə yarpaqdır palıd. Mürəkkəb yarpaqdır noxud. Saplaqlı yarpaqlar var ikisi də. Nə oldu cavab? 3, 6, 3-ə getdisə B variantı oldu. 23-ə baxaq. Populyasiyada 390 fərd dominant əlamətin genini daşıyır mənlər. Baxaq. Dominant əlamət budur. Böyük A, böyük A, böyük A, kiçik A. Deyir, bunlar 390-dır. Mən burada öz kitabıma baxım. 390 dominant əlamət. Resesiv əlamətli fərdlər bütün fərdlərin 22%-ni təşkil edir. 22%-ni resesiv təşkil edir. Onda 390 olacaq nə qədər? 100%-in 78%-i. Deyir, resesiv əlamətli fərdlər nə qədərdir? X. Tapaq. Tapaq. 390-ı vururuq. 22-yə bölürük. 78. Cavab olur 110. 110-dur cavab. Sonra 24. Əgər qida zəncirini bir halqasına digərini keçid zaman maksimum 38.000 kilojul enerji itibsə, onda həmin keçid zaman nə qədər enerji digər halqaya keçib? Baxın, bu başqa cürdür. Bunu digər testlərlə qida zənciri ilə qarışdırmayın. Deyir ki, bir halqasından digər halqasına maksimum 38.000 kilojul enerji itibsə, 5-20% keçirmi? Keçir. Maksimum 20% keçəndə itki nə qədər olur? 85% keçəndə 95%. İndi deyir ki, maksimum itib, yəni 5% keçib. Maksimum itəndə 95% itəndə 38.000-dir. Bəs deyir, onda həmin keçid zaman nə qədər enerji? 5% nə qədər enerji keçər? 38.000-i vururam 5-ə, bölürəm 95-ə, cavab olur 2000. Yəni 95% itəndə nə qədər keçir? 2000 keçir ki, 38.000 itib. Bunu
Digər yollarla da eləmək olar, amma qısa yolu budur. Yəni 2-3 hissəli eləmək olardı. Amma eləməyin. Sonra sutkanın işıqlı vaxtında yaşıl bitki yarpağında həm fotosintez, həm də tənəffüs prosesi gedir. Verilmiş vaxt ərzində həm fotosintez, həm tənəffüs gedir. Görək nə olur? Bitkinin quru kütləsi artarmı tənəffüs fotosintezdə? Artar. Fotosintezdə üzüm maddə əmələ gələcək. Atmosferə oksigen xaric edilər. Fotosintezdə. Karbon qazı xaric edilər tənəffüsdə. Atmosferdən oksigen udular. Nə oldu? Hamısı düz oldu. Atmosferdən karbon qazı udular. Bitkinin quru kütləsi azalarmı? Azalmaz. Burada səhv oldu 6, hamısı düz oldu. 5-ə qədər düz oldu. 1, 2, 3, 4, 5. Sonra hansı ifadələr doğrudur? Pitekantrop. Bəli, pitekantrop dəri paltar geyinibmi? X. Pitekantrop dəri paltar geyinməyib. Amma X-a minus qoyub, bəli, düzdür. Dəri paltar geyinməmişdi. Sinantropdan başlayıb. Sümükdən alət düzəldibmi? Düzəldib, bəli. Pitekantrop sümükdən alət düzəltməyib. Daşdan düzəldib. Sümükdən alət düzəltməyib, yox. Bura plus qoyub, səhvdir bu. Beyin həcmi 1400 idimi? Ptekantropun beyin həcmi 1400 deyildi. Ptekantropda 900-1100 idi. 1400 Neandertaldadır. Z səhvdir. Bu da səhv deyir. Bunu götürürük. Qaş üstü göğsə malik idi. Bəli. Bu deyir minus. Bunu götürmürük. Oddan istifadə edibmi? Bəli, edib. Bunu götürürük. Bu da deyir bəli. 5-i götürürük. Sürü halında yaşayıbmı? Sürü halında yaşayıb. Bu deyir minus. Səhvdir. Yəni 1, 3, 5 düzgün cavab oldu. Uyğunluğu müəyyən edin. Pektin karbohidratdır, insülin zülaldır. Ağır metalları absorpsiya edir. Pektin, yadınızdadır, deyirdi balqabağın tərkibində var. 1A. Tərkibində yalnız 3 kimyəvi element var karbohidratın. Bəli, karbon, oksigen, hidrogen. Hormondur insülin. İnsülin hormon. 51 monomerdən təşkil olunub. 51 monomerdən təşkil olunub insülin. 31, 21, 1. 2 zəncirlidir insülin. Bir daha xatırladım. İnsülin 2 zəncirlidir. 30 amin tuşu 1 zəncirdədir. 21 amin tuşu 1. Qeyri-üzvü birləşmədir? Xeyr. İkisi də üzvü birləşmədir. Sonra çoxallelilik ilə təyin olan bir əlamətin genlərin nəsil ağacının ötürməsi sxemi verilib. Bu allellər üzrə çillərin miqdarını tənzimləyir. Bu allellər üzrə çillərin miqdarını. Bu valideynlə hansı genotipli övladın doğulma ehtimalı yoxdur? Mənlər. A1 ilə A2-dən A1, A2 olar. A1 ilə A3-dən A1, A3 də olar. A2 ilə A2-dən A2, A2 olar. A2 ilə A3-dən A2, A3 də olar. Amma A1, A1 deyə bir uşaq olmayacaq. Çünki atada A1 var, anada yoxdur. Əgər əlamətin artma ardıcılı A1, A2, A3 olarsa, onda çillərin daha çox olan qız uşağı. A2, A3 qız uşağı var burada. Bəli. Bax, bu qız uşağında daha çox çil var, 5-də. Deyir, A2, A3-də daha çox daxil. Və qız uşağı deyir. Qızlar dairə ilə göstərilir, oğlanlar kvadratla. Cinsiyyəti həm də çillərin miqdarı valideyni ilə eyni olan övlad. Həm cinsiyyəti, həm də çilləri valideyninə eyni olsun. A1, A2 oğlandır. A1, A2 oğlan varmı? Yoxdur. A2, A3 qızdır. A2, A3 qız varmı? Var. Bax, 5. Belə. Bu da 15-ci sınavın cavabları.